İndi isə çox maraqlı və çox vacib və çox gözəl bir tədbirlə sizi tanış edəcəyik, hörmətli tamaşaçılar. Fərqli səslərin ahənginə nəzər salacağıq. İnklüziv bir tədbirdir. Həm əlilliyi olan vətəndaşlar da orada iştirak ediblər, şeirlər, mahnılar səsləndiriblər. Qiraətçilərdən biri də elə bizim əməkdaşımız Orxan Əliyevdir. Əngəlsiz Orxandır, siz onu tanıyırsınız. Özü də tədbirdə qiraətçi qismində iştirak edib, şeirlər səsləndirib. Elə bizim üçün də bəli, gözəl bir sujet hazırlayıb, gəlin bir yerdə izləyək. Yaşamağa bir ömürlük sevgi verir. Həyat nədir, yaşam nədir bilinmən. Sevgimizlə aydınlansın dünyamız, bu dünyanı başdan başa sevirmən. Avropa-Azərbaycan məktəbində Fərqli Səslərin Ahəngi adlı poeziya görüşü keçirilib. Tədbirin əsas məqsədi cəmiyyətimizdə inklüzivliyin təşviqi, fərqliliklərin bir araya gələrək vahid harmoniya yaratdığını nümayiş etdirmək olub. Tədbirdə də dəyərlərin ifadəsi poeziya ilə olacaq. Əlbəttə ki, istedadlı gənclərimizin təqdimatında və bu səhnənin özəlliyi odur ki, əlilliyi olan və olmayan gənclər birlikdə, inklüziv bir mühitdə gözəl bir təqdimat göstərəcəklər. İncik baxışlarım, nigaran üzüm. Görüşdə səhnəyə həm əlilliyi olan, həm də əlilliyi olmayan şəxslər birlikdə çıxaraq şeirlər səsləndirib, musiqi nömrələri ilə proqramı zənginləşdiriblər. İncəsənət dərin bir ünsürdür ki, həm şeir, həm musiqi, yəni insanın daxilindən gələn duyğuları ifadə etməyinə kömək olur. Çıxışım çox gözəl alındı. Başda Zivvar xanım, İlhamə xanım olmaqla hamısına təşəkkürlərimi, minnətdarlığımı bildirirəm. İştirak edən bütün dostlarıma buradan uğurlar arzu edirəm. Mən bir çox tədbirlərdə iştirak eləmişəm, amma bugünkü tədbirimiz çox fərqli idi. Tədbirdə uşaqlarımız iştirak elədilər. Mən özümdə görmə qabiliyyətim çox azdır. Hər kəsin çıxışı möhtəşəm idi. Tədbir həqiqətən çox möhtəşəm idi. Bir çox tədbirlərdə iştirak eləmişik. Yeganə xanımla bir çox videolarımız trend olub sosial mediada. Bugünkü tədbirə bizə dəvət etdiklərinə görə təşəkkür edirik. Olanlara baxma sən. Nə qədər çətin olsa, yenə qalaq həyatda, yenə qaçaq hər işə. Qoruyan özümüzü, insan olaq həmişə. O qədər zövq aldım, möhtəşəm bir tədbirin şahid oldum. Çünki burada poeziya var idi, çünki burada səmimiyyət var idi, çünki burada sənət var idi, istedad var idi, dəyər var idi, insanlıq var idi. Hər zaman bizim məsələlərimizin ana mövzusu nədir? İnsanlıq, insan olmaq. Çünki bu fani dünyada hər birimizdən, tutaq ki, bir qələm adamı olaraq məndən bir sətir qalırsa, bir şeir qalırsa, hansısa romandan bir cümlə qalırsa, bu mənim üçün böyük bir dəyərdir. Daim yaşasın ilk görüşün, ilk heyecanı. Tədbir iştirakçıları üçün bu səhnə təkcə poeziya və musiqi platforması deyil, eyni zamanda qarşılıqlı anlayışın, hörmətin və bərabər imkanların simvoluna çevrilib. Fərqli səslərin ahəngi bir daha sübut etdi ki, sənət sərhəd tanımır, fərqliliklər isə cəmiyyəti daha da zənginləşdirir. Dostlarımızın hamısına müvəffəqiyyət, uğur, bol şans arzulayırıq. Çox rəngli və qəşəng bir tədbir olub, yadda qalan bir tədbir olub. Təəssüratlar, bax, sujet vasitəsilə bizə də gəldi. Orxanın şeir deməyinə lap belə ürəyim getdi. Orxandan biz də şeirlər istəyəcəyik bundan sonra.